Salam hörmətli tamaşaçılar, hər birinizi xoş gördük. Küçbucağın sorğu adamındasınız. Artıq 2025-ci il bitir. Demək olar ki, yola saldığımız ilin son akordlarıdır. Bəs 2025-ci il şəhər sakinləri üçün hansı əlamətdar və qeyri-əlamətdar nüanslarla yadda qalıb? Elə bu sualla şəhər sakinlərinə yaxınlaşıb onların fikirlərini öyrənəcəyik. Royal müəllim, getdik. Mənim üçün önəmli hadisə oldu ki, övladım oldu, qız övladım. Ay maşallah. Ən çox yadımda qalan hadisələrdən biri oldu. Yəni məmnunam bu hadisənin yadımda qalması. Xoş hadisədir təbii Bəli, ki. əlbəttə Allah ki. talanı alıb böyüsün. Allah razı olsun. Allah sizin övladlarınızı da saxlasın. Allah can sağlığı versin. Nələr qara gündən sabah heç nə yox. Ancaq qara gün, ancaq gün görməmək. Bir ildə 365 gün var. Heç olmasa bir dənə də xoş gün olmadı. Atamın anam gör haqqı yox. Niyə? Mən xoş gün görməmişəm. Ömrü boyu yoxsa təkcə bu il? Elə bir ildə həmişədə. Da atamın anam gör haqqı Allah. İnşallah 2026 sizə uğur gətirər. Can, ölərəm, uğurlu olun, can sağlığı. Bayramınız mübarək olsun. Sağ olun, dünyamız salamat olsun. Can sağlığı olsun cavan balalara, hamıya can sağlığı. 4 dəfə maşın qəzası keçmişəm, ondan sonra maşınsız qalmışam. Belə, yəni onunla yadda qalıb. Başqa nə belə uğursuzluqlarla. Belə çox. Yəni çox uğurlu şeylər olmuyor həyatımda. İşim stabil qalıb belə. Yəni işlər Atalar 4-ə qədər deyib də belə çıxır. Yox, 3-dən də deməyib, 4-dən də deyib belə. Bilmirəm, 4 dəfə maşın qəzasını keçmişəm. O belə. Yox, stabil qalıb, işdə də belə şey olmayıb. Belə uğursuz keçib mənim üçün. 2026-dan nə gözləyirsiniz bəs? İnşallah hərbi xidməti düzgün yola vermək. 2026 hərbi xidmətə gedəcəm. İnşallah. Sağ salamat. Çox sağ olun. 2025-ci il mənim üçün uğurlu keçdi. Yəni mən heç bir narazılığım olmadı 2025-ci ildə. Alver yaxşı olub. Şərt alverdən getmirik ki, hər şeyin yaxşılığı, hər şeyin yaxşısı oldu. Yəni sizin sualınızın nə? Şəxsi həyatınızda nə kimi? Məsələn, nəvə toyu, oğul toyu, qız toyu, nə bilim, maaş artımı, var dövlət, sarıdan hansı uğurlar, yeniliklər qazanmısınız? Nəvə toyu zadı balacadılar hələ. Kiçik toyda. Kiçik toyda eləməmişəm, yalan deyərəm. Ancaq ki, var dövlət, pul belə gəlib mənə. Ay maşallah, sağcandan 2026-da xəşdiyəsiz inşallah. Çox sağ olun, Allah razı olsun. Çox şeylər, o qədər şeylə. Uğurlar məsələsi. Yeni vəzifə, yeni layihələr, yeni ideyalar, Maaş artdı. o hər zaman artır. Sadəcə insanın özündən asılı, nə qədər dərəcədə çalışır. Borçlarla. Kredi. Ol usta adamam, çətin deyərəm. Təzə binalar tikmisiniz, evlər. Yox, mən ustaların texnik ustasıyam. Yəni evlərdə işləyirəm beləsin, evlər tikmirik. Biz ancaq su çəkirik, atapleniya yazar belə işlər. Suyunuz həmişə bol gəlsin. Çox sağ olun, Allah köməyiniz olsun. Maaşda artım olub. Yox, bizdə maaşlar ancaq düşür, artım yoxdur. Bəli, hər şey qalxır, bizdə işlə qalxmır. Ustanın maaşı necə var, elə də qalır. Zəifçilikdir. İşləyəndə yaxşı olur deməli, işləməyəndə olmur da. Yox, işləməyəndə olmur, işləyəndə də yəni zəif olur da. Əvvəlki kimi, illəri kimi deyil. Hər şey qalxır, amma ustanın maaşı Mən qalxır. həmişə ustaları belə pul sardan ağlayan görmüşəm nədənsə. Belədir də. Niyə? Onun səbəbi sirri nədir? Pul vermirlər ona görə. Materiala yaxşı materiala pul verirlər, amma ustaya gələndə vermirlər. O söhbət var. Həmişə cibiniz dolu olsun dayı. Çox sağ olun, Allah köməyiniz olsun. Qarşıdan gələn yeni il bizə mübarək olsun. Belə bir yadda qalan iş olmayıb. İşimdə biraz uğurlanılıb, vəssalam. Maaş artır. Yox, məndə maaş deyil. Maaş deyil. Məndə maaş deyil, yox. Evimizi təmir eləmişik, vəssalam. Uşaqların uğurları, ailə üzvlərinizin uğurları, ata-ana. Evləndirmişəm. Ay maşallah, qaynan olumsuz da. Bundan böyük uğur var. Əlbəttə ki, yaxşıdır, düzdür, uğurumuz. Aha. Biraz bilir. Hansı ölkənin vətəndaşısınız? Ne? İndonesiya. Endonezya, hə. Azərbaycanı sevirsiniz? Hə, çox sevirəm. Allah xoşbəxt eləsin. Çox sağ ol. Mənim gözəl xatirələrim yadda qalıb. Məsələn, birini deyə bilərsiniz. Yox, qarışmış. Şəxsidir, çox məxfidir yəni. Yox, belə pis keçməyib, gözəl keçməyib. Yadda qalan. Maşın ala bilməməklə. 2025-ci il sizin üçün nə ilə yadda qaldı? Nələrlə yadda qaldı? Mən abituriyent oldum 2025-ci ildə. Yəni mənim üçün əsasən yadda qalan hissəsi bir azca imtahanlara görə stres çəkməyimdir. Yəni 2026 belə keçdi mənim üçün universitetə hazırlaşmaq filan.
Əslində amma mən buradan məni izləyənlərə bir şey demək istəyirəm ki, 2026-nın bizdən 2026-nı kimlərin aparacağını bilmirik. Ona görə 2026-nın sonunda peşmançılıq hiss eləməkdənsə 2026-nın başında elə sevdiyimiz insanlara onları sevdiyimizi deyək. Çox pis. İtkilərimlə. Hər şey yaxşı oldu. Məsələn, ən yadda qalan gün, an hansı oldu sizin üçün? Hər bir şeydə, yəni kədərli keçmədi. Doğum günü, ad günü, nə bilim ailədə, maaşda nəsə artımlar falan. Maaşda yox, dövlətdən maaş almırıq. Amma ailəmlə yaxşı vaxt keçirdim. Xoş keçdi yəni. Ölkə xaricdən çıxdı səfərlərə, gəzintilərə. Yox, ölkə xaricinə yox, amma ölkə daxili Bakımızın gözəl güşələrində belə dincəldik. 220 manat pensiya alırıq biz. Nə yadda qalıb? Estağfurullah. Allah da yaşayırsa qazanırıq. Allah prezidentimizə ömür versin. Bizə hər şey şərait yaradıbdır. Pensiyamız normaldır, qəşəng. Uşaqlarımız qəşəng. Dolanırıq da Allahın köməyini. Yaxşı, bayramda yaxşı keçəcək. Borclardan qurtuldum. Başqa heç bir şey. Başqa hansı xoş anlarınız olub? Xoş ancaq o. Bəs pis anlar Allah eləməmiş. Anamı itirmişəm 2005-ci ildə. Burada yaxşı keçdi, normal keçdi. 2025-ci il. Ən yadda qalan gün hansı gün oldu? Mən gedib istirahət eləmişəm Türkiyədə. O yadımda qalıb. Antalya yoxsa? Yox, İzmirdə. Xoş istirahətlər arzulayıram 2026-da. Yeni iliniz mübarək olsun. Sağ olun. 2025-ci il onunla yadda qaldı ki, uşağım əməliyyat olundu. Bir oyla yadda qalır və bir də oğlum əskər gedir. Hə, sağ salam. Çox sağ olun. Mənim üçün xoş xatirələr deyərdim. Məsələn, istədiyim arzunu reallaşdırdım. Çox böyük arzu idi yoxsa ortama bax? Bəli, çox bəyaz. 6 yaşımdan xəyalım idi. Ay maşallah. Xeyir olsun. Çox sağ olun. Çox bir şeylərlə. Tapşırıq danışmaq istəmirəm. Heç də elə belə bu sizin həyatda da yaşayırıq. Vallahi nə verəcək? Standart. Dəyişiklik bir şey yoxdur. Bu Azərbaycanda da yaşayışa görə dəyişiklik bir şey yoxdur. Get-gedə. Cəmaət mən baxıram, görürəm ki, cəmaət get-gedə kasıblaşır. Baxın bir şey deyim, bax. Hər kəs Rusiyada yaşayıram. bildim, hər kəs belə şikayət edir, amma axşamlar Instagramda nəsə belə fərqli, xoşbəxt görünürlər. Ona mən də fikir vermişəm. Bax görürəm ki, cəmaət deyir ki, pulumuz yoxdur, amma gəlsən restoranlar hamısı doludur cəmaatla. Bax adam fikirləşir, bunlar hardan alırlar pulu, oğurlayırlar mı bunlar pulu? 300 manat, 500 manat pensiya alırlar, onunla gündə restorana getmək olar mı? Olmur da o, elə deyilmi? Ona görə bilmək olmur. Cəmaatın fikrini, yox getmirəm, mən o vaxtım belə restorana gedim, nə varım? Gedim o deyərək, gedir restorana prikuliçenə skayt. Nə edirəm, ona var orada, evdə nəvələrin yanında otururam da, uşaqların yanında. Normalində yaşamaq olar. Ağıllı adam yaşayır. Nəvəm birinci sinifə hazırlaşır. Ən önəmlisi odur. Başqa elə günlər elə bir-birini qovur da. Adi həyat bizim üçün olubdur. Sən elə bir xüsusi an. Xüsusən bu illərin pensiyaya çıxmışam, pensioner babayam. Ay maşallah, davamlı olsun. Sağ olun. İşdən qovulmaqla, prezidentin fərmanını zavod rəhbərliyi eləməməklə, nəzərə almamaqla. Prezidentin fərmanı var ki, hansı 50 şikəsti, özüm birinci qeyd edeyim, Parkinson xəstəsiyəm. Prezidentin fərmanı var ki, heç bir 50 şikəsti, zavod hansı dövlət müəssisəsi, şəxsi müəssisə işə götürmürsə, ya işlədirsə, əlilliyindən, şikəstliyindən istifadə edirsə, o müəssisə külli miqdarda cərimələnəcək. İkinci hal, o hal təkrarlanarsa, o şəxs barəsində cinayət işi açılacaq. Heç nəyə nəzərə qalmadılar. Bunları dedim, dedilər ya işdən qovacaq, statiyeni ya 11 mislin al maaşı, sentyabrnosu mənə işdən azad elədilər. 33 ildir bu müəssisədə işləyirəm. Hansı müəssisədə? Heydər Əliyev adına neft emalı zavodunda.